Salam, hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyicilərimiz. Bugün Biləcərdə Aksaray Şadlıq Sarayına 9 mərtəbələrin yaxınlığında, belə deyim, Nehrəm Market tərəfdən gələndə, yəni demək olar ki, Biləcərin super bir yerində belə bir 3 mərtəbə 3 sot yarımda inşa olunmuş villamız çıxdı satışa, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi evlə sizləri tanış edirəm. 3 mərtəbə. Buradan isə daxil oluram evimizin hər bir tərəfi açıqdır gördüyünüz kimi. Kletka qapısı da var burada əlavə. Bax burada daxil olursa birinci mərtəbə hamısı monolit betonlandı. Bu birinci mərtəbənin gördüyünüz kimi açıq şəkildədir altı. Rahatçılıqla gələcəyinə buranı bağlayıb adlı kirayə vermək mümkündür. Gördüyünüz kimi meyvə ağacları var, bar verən meyvə ağacları var. Kombi, radiator kuxuna meyvələ kimi var. Gördüyünüz kimi villadır. 3 mərtəbə. Monolit betonla. Gördüyünüz kimi bax burada isə kombi otağıdır. Buradan daxil oluram evimizin ikinci mərtəbəsi ilə sizləri tanış edəcəm dəyərli izləyicilərimiz. Bax o gördüyünüz Nehrəm Marketdir. Polininkanın yanı. Burada daxil olacağım evimizin ikinci mərtəbəsi ilə sizləri tanış edəcəm dəyərli izləyicilərimiz. Monolit beton 1, 2, 3 hamısı monolit. Bura bir ayaqqabı yığılmaq üçün qladovkadır. Kombi sisteminə kim var? Bax bura birinci mərtəbədir. İkinci mərtəbədir, üzrü sayın. Bura ikinci mərtəbənin qonaq otağıdır dəyərli izləyicilərimiz. Tam ideal bir evdir. Kim alsa Allah xeyir versin, köçüb rahatçılıqla yaşaya biləcək. Evimiz 7 otaqdan ibarətdir dəyərli izləyicilərimiz. Birinci, ikinci, üçüncü mərtəbə hamısı monolitdir. Gördüyünüz kimi bura qonaq otağıdır. Bura evimizin qonaq otağıdır dəyərli izləyicilərimiz. Buradan isə daxil olacağım evimizin geniş bir mətbəxtinə. Mətbəx mebel qalacaq. Bahalı pəncərələr, karışlı pəncərələrdən bahalı mebel. Gördüyünüz kimi hamısı qiymətə daxildir. Evimizin qiyməti əvvəlcədən qeyd edeyim 204.000 manat. 204.000 manat real alıcıya ev sahibi tərəfindən endirim təbii ki olacaq. Sənəd bələdiyyə sənədidir. Qaz, işıq, su hal-hazırda sayğacda var dəyərli müştərilərimiz. Qoşadaş, kürsü, 3 mərtəbə. Burada isə ikinci mərtəbənin hamamı ilə sizləri tanış edəcəm. Gördüyünüz kimi ikinci mərtəbənin hamamıdır. Bura isə ikinci mərtəbənin santar qovşağıdır dəyərli izləyicilər. Hal-hazırda istifadə olunur izləyicilərimiz. Buradan isə yenə daxil olacağım evimizin gördüyünüz kimi 3-cü mərtəbəsi ilə sizləri tanış edəcəm. Evimizin qiymətini demişəm, qeyd eləmişəm dəyərli izləyicilərimiz. Burada isə evimizin 3-cü mərtəbəsidir dəyərli izləyicilərimiz. Buradan isə yenə çəkirəm, rahatçılıqla baxa biləsiniz dəyərli izləyicilər. Çox təmiz, rahatçılıqla çəkiliş edəcəm. Diqqətlə baxın. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Sizin də satışda əmlakınız varsa bizlərə müraciət edin, əmlakınızın satışına kömək edin. Bura 3-cü mərtəbənin bir yataq otağıdır dəyərli izləyicilərimiz. Diqqətlə baxın. Kimə maraqlı olsa zəng vursun. Bura isə ikinci yataq otağıdır. Diqqətlə baxın, çəkiliş edirəm dəyərli müştərilərimiz. Bura isə daxil olacağım buradan yenə geniş bir 3-cü mərtəbənin qonaq otağı ilə tanış edəcəm. Evimiz tam hazır doludur. Dəyərli izləyicilərim, o gördüyünüzlə binaları çəkiliş edəcəm sizlər üçün. Bax, ora 9 mərtəbələrdir, 284 nömrəli məktəbin ətrafıdır. O gördüyünüz isə poliklinikadır. Bura 3-cü mərtəbənin geniş bir qonaq otağıdır. Burada isə yenə bir yataq otağı ilə tanış edəcəm sizləri. Buyurun, diqqətlə baxın dəyərli izləyicilərimiz. Evimizin qiyməti yenə qeyd edirəm 204.000 manat. Real müştəriyə endirim olunacaq. Əlaqə nömrə 070 321 12 12-dir. Zəng vurun, geniş ətraflı ev haqqında sizə məlumat verim. Bura isə 3-cü mərtəbənin santar qovşağıdır dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bu da belə. İsə buradan sizə tanış edəcəm evimizin 2-ci mərtəbənin, 3-cü mərtəbənin balkonu ilə. Burada 3-cü mərtəbənin balkonu dəyərli izləyicilərimiz.
Gördüyünüz kimi hər tərəf yaşayışdır. Ziyalı insanlar yaşayır, bəli. Çox gözəl proyektdir. Birinci mərtəbədə qeyd eləmişəm, istəyən adam alıb addelini kirayə vermək mümkündür. Bölgü var, addelini kod da var, çıxışı. Qiymət qeyd olunub, sənəd qeyd olunub, qaz, su, işıq sayğaclar var, internet, Wi-Fi hamısı qeyd eləmişəm. Burada yenə bu ikinci mərtəbə ilə tanış edirəm. Sanitar qovşağı sanuzeldir. Bura qonaq otağıdır, dəyərli izləyicilər. Çox geniş qonaq otağı var. Bura isə evimizin geniş bir mətbəxdədir. Burada yenə bir yataq otağıdır, dəyərli izləyicilərimiz. Burada isə yenə həyat yanı sahəsi ilə tanış edəcəm. Sizin də satışda əmlakınız varsa, bizlərə müraciət edin. Əmlakınızın satışına rahatçılıqla kömək eləyək. Burada gördüyünüz kimi evimizin bar verən həyətində meyvə ağacları var. Hal-hazırda armud, kilas hamısı var. Bu da çöl görünüşüdür. Dəyərli kanal izləyicilərimiz. Buyurun. Kimə maraqlı olsa zəng vursun, ev haqqında geniş, ətraflı məlumat verək. Sağ olun, sağlıqla qalın. Ev olmayanlara da Allah ev qismət eləsin.